istedadı gəlir vasitəsilə necə çevirmək olar? Əla sual, sevdiyim suallardan biridir. Bəli. Bu klassik bir deyimdir ümumiyyətlə. Azərbaycanda çox təəssüf ki, belə bir deyim yayılıb ki, rəssamlığa, ümumiyyətlə incəsənətə gələcək olmayan bir peşə kimi baxırlar. Hobbi kimi baxırlar. Hobbi kimi baxırlar. Sən rəssamsan, sən pul qazana bilməzsən. Sən rəssamsan, sənin gələcəyin yoxdur. Sən rəssamsan, doğru, düzgün işlə məşğul olmursan, get özünə düzəlməli iş tap, sən bacarmazsan, sən də alınmayacaq. Rəssam nədir, qazanc nədir? Rəssamlığa pulun düşməni kimi baxırlar. Pula da rəssamlığın düşməni kimi baxırlar. Amma əslində elə deyil. Pul sənət üçün düşmən deyil, pul sənət üçün əslində bir vasitədir. Və əgər bir rəssam bir sənətdən pul qazana bilmirsə, bu sənətin qüsuru deyil deyə düşünürəm. Bu həmin fərdin öz qüsurudur. Çünki adamın satış qabiliyyəti yoxdur. Ümumiyyətlə hansı sahə ilə məşğul oluruqsa, olaq belə düşünürəm ki, istər incəsənət insanı ol, istər kino sahəsində çalış, istər başqa bir peşədə ol, fərq eləmir. Əgər sənin ilk növbədə özünü satmaq kimi bir qabiliyyətin yoxdursa, sən əlində ən dəyərli bir şey də olsa onu sata bilməyəcəksən. Sən onu təqdim etmək kimi bir qabiliyyətin yoxdursa, onu heç kim səndən gəlib almayacaq. Belə bir məşhur deyim də var. Əgər rəssamın işi qaranlıq otaqda qalırsa, o heç kəsə lazım deyil. Bəs o işıqlı otağa çıxmaq üçün o istedadlı şəxs hansı alətlərdən istifadə etməlidir ki, onun məhsulu tanınsın və yaxud seçilsin? İnkişaf alətlərindən, şəxsi inkişaf alətlərindən. Öyrənməlidir, təqdimatı öyrənməlidir, danışıq qabiliyyəti olmalıdır, özünü təkmilləşdirməlidir.